Xalqımız hər bir şəhidin adını uca tutur, xatirəsinə ehtiram göstərir. Vətənin dar günündə onun müdafiəsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə şəhidlik zirvəsinə ucalan bu oğullar öz igidlikləri ilə xalqımız üçün şərəfli bir tarixin bünövrəsini qoyublar. Bugün məhz şəhid və qazilərimizin fədakarlığına görə qalib dövlət və xalq pilləsinə yüksəlmişik. Qarabağ Azərbaycandır şüarını Qarabağın tacı sayılan Şuşada səsləndirmə imkanı əldə etmişik. Bu qələbəni bizə yaşadan qəhrəman hərbiçilərimizdən biri Çavuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Abbasov Asim Rasimoğludur. Asim Abbasov 1987-ci il mayın 26-sında İmişli rayonunun Hacı Rüstəmli kəndində anadan olub. Mehman Süleymanov adına Hacı Rüstəmli kənd tam orta məktəbində təhsil alıb. Asim Abbasov 2012-ci ildən ömrünü hərb sənətinə bağlayıb. O, aprel döyüşlərində qəhrəmanlıqla vuruşub. Asim Abbasov 2020-ci ilin 27 sentyabrında başlayan 2-ci Qarabağ müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Asim Abbasov ailəli idi. 4 övladı yadigar qalıb. İmişli Hacı Rüstəmli kənd qəbirstanlığında dəfn edilib. O şəhid olduqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən vətən uğrunda, igidliyə görə, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.